Lalə ev şəkli çəkmək istəyir. O şəklin hansı hissəsini xəttkeşlə, hansı hissəsini xəttkeşsiz çəkəcəyini bilmir. Gəlin mövzunu öyrənərək Laləyə kömək edək. Düz xətt, əyri xətt, parça. Uşaqlar, şəkildə gördüyünüz düz xəttdir. Düz xətt əyilmədən hər iki tərəfə uzanır. Bu isə parçadır. Parça düz xəttin iki nöqtəsi arasında olan hissəsidir. Bu isə əyri xəttdir. Əyri xətt düz olmayan dalğavari xəttdir. Düz xətti xəttkeşlə çəkmək lazımdır. Parça xəttkeşlə çəkilir. Əyri xətti isə xəttkeşlə çəkmək mümkün deyil. Düz xətt, əyri xətt, parça. Uşaqlar, gəlin şəkildəki düz xətt, əyri xətt və parçanı müəyyən edək. Birinci fiqura baxaq. Düz xəttin iki nöqtəsi arasında qalan hissəsi nə adlanırdı? Parça. Bəli, birinci fiqurumuz parçadır. İkinci, düz olmayan dalğavari xətt, yəni əyri xəttdir. Bu isə düz xətti əyilmədən hər iki tərəfə uzanan xəttdir. Növbəti fiqurumuz əyri xəttdir. Bu fiqur parçadır. Uşaqlar, bəzən isə belə bir fiqurla rastlaşa bilərsiniz. Bu, sınıq xətt adlanır. Bucaq. Başlanğıcı bir nöqtədə olan iki parça bucaq əmələ gətirir. Uşaqlar, gəlin baxaq. Gördüyünüz kimi iki parçadır. Bir, iki. Və başlanğıcı bir nöqtədədir. Bu rənglənmiş hissə bucaq adlanır. Həndəsi fiqurlarda bir təpədən çıxan iki tərəf bucaq əmələ gətirir. Məsələn, gəlin üç bucağa baxaq. Biz bilirik ki, üç bucağın üç təpəsi, üç tərəfi var. Üç bucaqda bu təpədən çıxan iki tərəf rənglənmiş hissəni bucağı əmələ gətirir. Və yaxud da bu təpədən çıxan iki tərəf bucaq əmələ gətirir. Bu iki tərəf bucağı əmələ gətirir. Deməli, üç bucağın üç bucağı var. Yadda saxlamalıyıq ki, əyri xəttlər bucaq əmələ gətirmir. Bucaqların növləri. Uşaqlar, bucaqların növlərini müəyyən edərkən qollarımızdan istifadə edə bilərik. Gəlin baxaq. Sol qolunuzu ekranda gördüyünüz kimi masanın üzərinə qoyun. Daha sonra sağ qolunuzda dirsəyinizi, sol qolunuzda biləyin üzərinə bu şəkildə qoyun. Bu zaman alınan bucaq düz bucaqdır. İndi isə sağ qolunuzu sol qolunuza tərəf əyməyə başlayın. Bu zaman yaranan bucaq iti bucaqdır. Hər dəfə qolunuzu sol tərəfə əydikcə yaranan bucaq iti bucaq olacaq. İndi isə əvvəlki vəziyyətinə qaydırıq. Düz bucaq şəklində qollarınızı tutun. Bu dəfə qolunuzu sağ tərəfə əyin. Sağ tərəfə doğru əyin. Bu zaman yaranan bucaq düz bucaqdan böyük bucaq, yəni kör bucaqdır. Uşaqlar, əgər tapşırıqların həlli zamanı bucaqların növlərini müəyyən etməkdə çətinlik çəksəniz, qollarınızdan istifadə edərək asanlıqla tapşırığı yerinə yetirə bilərsiniz. Uşaqlar, gəlin verilmiş şəkillər üzərində bucaqlar çəkək və növlərini müəyyən edək. Əvvəlcə birinci şəklə baxaq. Masanın üzərində çəkilən bucağa baxaq. Bu hansı bucaqdır? Bəli, düz bucaqdır. Növbəti şəkil çərpələng. Çəkilən iki parçanın əmələ gətirdiyi bucaq düz bucaqdan böyük olduğu üçün kör bucaqdır. Televizor. İki parçanın əmələ gətirdiyi bucaq hansı bucaqdır? Bəli, düz bucaqdır. Növbəti şəkil qarpız dilimidir. Şəkildə gördüyünüz bu bucaq isə iti bucaqdır. Yelpik. Çəkilən bucaq düz bucaqdan böyük olduğu üçün kör bucaqdır. Və ən sonda qayçı. Gördüyünüz bu bucaq isə düz bucaqdan kiçikdir, yəni iti bucaqdır.
Bucaqların növləri. Uşaqlar, gəlin belə bir tapşırığa baxaq. Bucaqlar verilib və biz onun növlərini, 1-2. Bucaqların növləri. Uşaqlar, bizə bir neçə bucaq verilib və biz həmin bucaqların növlərini müəyyən etməliyik. Gəlin baxaq. Birinci gördüyümüz bucaq düz bucaqdan böyükdür. Deməli, kör bucaqdır. İkinci bucaq düz bucaqdan kiçikdir. Deməli, iti bucaqdır. Bu isə düz bucaqdır. Növbəti bucaq düz bucaqdan kiçikdir. Yəni, iti bucaqdır. Bu isə düz bucaqdır. Və son olaraq göstərilən bucaq düz bucaqdan böyük olduğu üçün kör bucaqdır. Məsələ həlli. Gəlin belə bir məsələyə nəzər salaq. Samir dəftərində 2 müxtəlif fiqur çəkdi. Onun çəkdiyi fiqurların cəmi 7 bucağı var. Samirin çəkdiyi fiqurlar hansılardır? Uşaqlar, gəlin əvvəlcə fiqurlarda bucaqların sayını müəyyən edək. Biz bilirik ki, 3 bucağın 3 bucağı var. 1, 2, 3. Bu isə 5 bucaqlıdır. 5 bucaqlının 5 bucağı var. 1, 2, 3, 4, 5. Bu yarım dairədir. Biz bilirik ki, əyri xətt bucaq əmələ gətirmir. Deməli, bu fiqurun bucağı yoxdur. Yəni, bucağının sayı 0-dır. Növbəti fiqurumuz kvadratdır. Kvadratın 4 bucağı var və bütün bucaqları düz bucaqdır. Və ən sonda 6 bucaqlıdır. Gəlin bucaqları sayaq. 1, 2, 3, 4, 5, 6. Uşaqlar, məsələdə bizə deyirdi ki, Samir 2 müxtəlif fiqur çəkdi və fiqurların cəmi 7 bucağı var. Sizcə, bu fiqurlardan hansı ikisinin bucaqlarının sayını toplasaq cəmi 7 olar? Bəli, 3 və 4. 3 üstə gəl 4 bərabərdir 7. Deməli, Samirin çəkdiyi fiqurlar hansılardır? 3 bucaq və kvadrat. Lalə ev şəklini çəkdi. O artıq hansı xətlərin... 1-2. Lalə ev şəklini çəkdi. O artıq hansı xətlərin xətkeşlə, hansı xətlərin xətkeşsiz çəkildiyini... Bir də 1-2. Lalə ev şəklini çəkdi. O artıq hansı xətlərin xətkeşlə, hansı xətlərin xətkeşsiz çəkildiyini bilir. Tapşırıqlar. Video fasilə verərək tapşırığı yerinə yetirin. İndi isə tapşırığa birlikdə baxaq. Verilmiş fiqurlarda bucaqların növünü müəyyən edin. Gəlin əvvəlcə birinci fiqura baxaq. Fiqur 3 bucaqdır. Bu bucaq, bu bucaq iti bucaqdır. Çünki düz bucaqdan kiçikdir və bu bucaq həmçinin iti bucaqdır, düz bucaqdan kiçikdir və növbəti bucaq da iti bucaqdır. Yəni, 3 bucaqdakı bütün bucaqlar itidir. Növbəti fiqurumuza baxaq. Trapeziyadır. Uşaqlar, baxın bu iki tərəfin əmələ gətirdiyi bucaq düz bucaqdan kiçikdir. Deməli, itidir. Bu iki tərəfin əmələ gətirdiyi bucaq isə düz bucaqdan böyükdür. Yəni, kör bucaqdır. Bu bucaq həmçinin kör bucaqdır. Bu iki tərəfin əmələ gətirdiyi bucaq isə düz bucaqdan kiçik olduğuna görə iti bucaqdır. Romb. Rombda göstərilən bucaq düz bucaqdan kiçikdir. Yəni, iti bucaqdır. Bu bucaq isə, yəni bu iki tərəfin əmələ gətirdiyi bucaq düz bucaqdan böyükdür, kör bucaqdır. Bu bucaq düz bucaqdan kiçikdir, iti bucaqdır. Və bu bucaq da düz bucaqdan böyük olduğuna görə kör bucaqdır. Və sonuncu fiqurumuz düz bucaqlıdır. Biz bilirik ki, düz bucaqlının və kvadratın bütün bucaqları düz bucaqdır.
Deməli, düz bucaqlı da bütün bucaqlar düz bucaqdır. Afərin uşaqlar, mən əminəm ki, tapşırığı hər biriniz düzgün yerinə yetirdiniz. Tapşırıqlar. Video fasilə verərək tapşırığı yerinə yetirin. İndi isə gəlin birlikdə baxaq. Uşaqlar futbol oynamağa başlayanda saatın əqrəbləri iti bucaq, bitirəndə isə kör bucaq əmələ gətirirdi. Onlar neçə saat futbol oynadılar? Uşaqlar, şəkildə 3 saat göstərilib. Əvvəlcə gəlin saatı yadımıza salaq. Biz bilirik ki, saatda kiçik əqrəb saatı, böyük əqrəb isə dəqiqəni göstərir. Və bilirik ki, böyük əqrəb əgər 12-nin üzərində dayanıbsa, deməli saat tamamdır. Gəlin birinci saata baxaq. Kiçik əqrəb 4-ün üzərində, böyük əqrəb 12-nin üzərindədir. Deməli 4 tamamdır. Bəs bu bucağın, bu iki əqrəbin əmələ gətirdiyi bucaq hansı bucaqdır? Düz bucaqdan böyükdür. Deməli, kör bucaqdır. İndi isə növbəti saata baxaq. Kiçik əqrəb 3-ün üzərində, böyük əqrəb 12-nin üzərindədir. Və bu iki əqrəbin əmələ gətirdiyi bucaq düz bucaqdır. Demək, saat 3 tamamdırsa, əqrəblər düz bucağı göstərir. Və növbəti saata baxaq. Kiçik əqrəb 2-nin üzərində, böyük əqrəb 12-nin üzərindədir. Yəni, saat 2 tamamdır. Və əmələ gələn bucaq düz bucaqdan kiçikdir, yəni iti bucaqdır. Uşaqlar futbol oynamağa başlayanda saatın əqrəbləri iti bucağı göstərirdi. Deməli, futbol nə zaman başlayıb? Saat 2 tamam olanda oyun başlayıb. Bitirəndə isə kör bucaq əmələ gətirirdi. Gəlin baxaq, kör bucaq saat neçədə kör bucaq əmələ gəlmişdi? Saat 4-də, deməli saat 4-də oyun bitdi. İndi bizdə məsələdə soruşulur ki, onlar neçə saat futbol oynadılar? Uşaqlar saat 2 tamamda oyuna başladılar, saat 4 tamamda oyun bitdi. Necə taparıq? Bəli, 4-dən 2-ni çıxarıq. Yəni yazarıq 4 çıx 2 bərabərdir 2 saat. Yəni onlar 2 saat futbol oynadılar. Mən əminəm ki, hər biriniz tapşırığı düzgün yerinə yetirdiniz. Afərin uşaqlar.